Videoların altında gördüyüm bəzi şərhlərə görə, misal üçün buradakı şərh və yaxud da buradakı da ola bilər. Bu şərhlərə görə mən fəlsəfi fikir yürütmələr və ya məntiqi fikir yürütmələrlə bağlı xətaları göstərməyə çalışacağam. Hansı ki, bunlar məşhur fəlsəfi səhvlər adlanır. Bu videoda cəmi 5 fəlsəfi səhvəyə baxacağıq və bunlar tam olaraq nədir, niyə istifadə etmək olmaz və bunları istifadə etməyimizin nəyi xətalıdır, bunları bu qısa videoda izah etməyə çalışacağam. Şərh arqumentinin ikinci hissəsini gözləyənlər üçün belə bir haşiyə çıxım ki, bu videonu çəkməyimin məqsədi ilk videolardan bu tərəfə, bütün sosial şəbəkələrdə, yəni istəyir Instagram olsun, istəyir TikTok olsun, şərhlərdə bəzi məhz bu videoda danışacağım məntiqi xətalardan, fikir yürütmələrdən istifadə olunurdu deyə bu videonun çəkilməsini özümə borc bildim. Bundan sonraki videoda mütləq şəkildə şərh arqumentinin ikinci hissəsi olacaq. Birinci fikir yürütmə xətamız ad hominem. Yəqin ki, bunu hamınız eşitmisiniz. Hətta bundan öncəki videoların birində də bu xətanı bir qədər izah etmişdim. Ad hominemin kəlmə anlamı şəxsə qarşı deməkdir və əsas struktur, yəni bu məntiqi fikir yürütmənin əsas strukturu fikrin özünə qarşı deyil də, fikri səsləndirən şəxsin kimliyinə qarşı yönəldilmiş bir xətadır və yaxud da bir fikir bildirmədir. Ad hominemin daha çox bariz və daha çox istifadə edilən 3 xətası mövcuddur. Bunlardan birincisi şəxsə qarşı birbaşa təhqir edilmədir. Yəni burada mövzunun, arqumentin içəriyinə, yəni məzmununa toxunulmur, birbaşa olaraq şəxs təhqir edilir. Misal üçün, sən kimsən ki, müşfiq ötüşünə cavab videosu çəkirsən və yaxud da sən axmaqsan, mənə cavab verə bilməzsən. Yəni iddia qalır bir kənarda, iddianın məzmunu, arqumentin forması, hətta arqumentin içərisindəki xətalar bir kənara qalaraq şəxsin və yaxud da özümdən nümunə çəkdiyim üçün mənim şəxsimə qarşı birbaşa olaraq təhqirlər edilir. Ad hominemin ikinci forması isə şəxsin vəziyyətinə və mövqeyinə hücumdur. İkinci formada da birincidəki kimi fikrin və arqumentin mövzusuna deyil, şəxsin birbaşa olaraq özünə və öz mövqeyinə olan hücumdur. Öz mövqeyi deyəndə tam olaraq nəyi nəzərdə tuturam? Misal üçün, iqlim dəyişikliyini müdafiə edən bir şəxsə bir iddia gətirirsən ki, sən neft şirkətində işləyirsən, buna görə də iqlim pozulmasını, iqlim siklini müdafiə edə bilməzsən. Əslində arqumentin özünün haqlı olma ehtimalı mövcuddur və yaxud da reallığa yaxındır, amma bu arqumentin haqlılığını ehtiva etmək üçün yetərli deyil. Yəni bir insanın neft şirkətində çalışması onun iqlim dəyişimini müdafiə etməyəcəyi anlamına gəlmir. Ad hominemin üçüncü forması isə sən də arqumentidir və yaxud da formasıdır. Sən də deyəndə nəyə nəzərdə tuturuq bir nümunə üzərindən izah edək. Misal üçün, siqaretin zərərləri haqqında danışırıq və yaxud da hər hansısa bir mövzuda öz fikrimizi bildiririk və qarşı tərəf bunu sən dedirsən deyə bir geri dönüş edir. Yəni misal üçün, siqaretin zərərlərindən danışır və qarşı tərəf deyir ki, sən də siqaret çəkirsən. Bəli, mənim siqaret çəkməyim də xətalıdır, amma bu sənin siqaret çəkməyini haqlı etmir. Yəni sən də arqumenti yenə şəxsin öz davranışına qarşı bir arqumentdir, amma bu şəxsin irəli sürdüyü fikrin xətalı olduğu gerçəyini dəyişdirmir. Məntiqi səfsətənin və xətalı fikir yürütmənin ikincisi No True Scotlanddır. Yəni bu gerçək Şotland deyil. Adında Şotland ifadəsi olsa da arqumentin özünün Şotlandla, yəni Şotlandiyalı ilə əlaqəsi yoxdur. Aşağı-yuxarı arqument bunu demək istəyir ki, xüsusilə ənənəvi inanclıların və yaxud da müsəlmanların və həmçinin bəzi siyasi düşüncəyə sahib olan şəxslərin öz olduğu mövqeyini gerçək və real olduğu düşüncəsini müdafiə etmələrdir. Yəqin ki, hamınız eşitmisiniz. Bu gerçək İslam deyil, bu gerçək kapitalizm deyil və yaxud da bu düşüncə xətalı sosializm ifadəsidir. Bu fikirləri çox eşitmişik və bunlar öz olduğun mövqeyinin və öz olduğun sistemin daha gerçək olduğunu iddia etməkdir və bu fikir yürütmədə və məntiqdə xətalı hesab olunur. Məntiqi fikir yürütmənin üçüncüsü təbiətə müraciət etmə səfsətəsidir. Bu tam olaraq nəyi bildirir? Təbiətə müraciət etmə. Yəni bu hadisə təbiətdə görülürsə, demək ki, doğrudur. Və yaxud da əksinə, bu hadisə real həyatda təbiətdə görülmürsə, demək ki, xətalıdır. Əsasən homoseksuallıqla bağlı edilən əxlaqi müzakirələrdə bu iddia səsləndirilir. Homoseksuallıq real həyatda, yəni təbiətdə görülmüş hadisədir. Buna görə də homoseksuallıq əxlaqi tərəfdən doğru yanaşmadır. Halbuki buna David Hume, yəni Hume ülgücü deyilir, is out xətası. Yəni is out xətası olandan olmalı olana keçid olduğunu bildirir və bu David Hume'a görə xətalıdır. Yəni bir növ olgulardan olmalı olan və yaxud da etik normaların çıxarılması xətalı yanaşmadır. Yəni elə verdiyimiz nümunədə olduğu kimi, əgər homoseksuallıq təbiətdə digər canlılarda da görülürsə, bu homoseksuallığın əxlaqi olduğu anlayışına gətirib çıxarmır.
olgulardan, yəni faktlardan, təbiətdə baş verən hadisələrdən olması olan, yəni normativ və etik qaydaların çıxmağı bir xətadır və buna izaot xətası və yaxud da hümum ülgücü deyilir. Dördüncü məntiqi fikir yürütmə xətası çoxluğa başvurma səfsətəsidir. Yəni bir çox şəxsin şərhlərdə və yaxud da müzakirələrdə tez-tez istifadə etdiyi bir arqument var. Bu qədər insan Tanrıya inanır, bir dənə sən ağıllı mı çıxdın, Tanrını qəbul eləmirsən? Və yaxud da bu qədər insan kapitalizmin doğru olduğunu qəbul eləyir, bir tək sən mi kapitalizmin yanlış işlədiyini iddia edirsən? Bu arqumentlər fəlsəfədə və ya məntiqi fikir yürütmə xətası hesab olunur. Yəni çoxluğun belə etməsi bu davranışın və yaxud da bu düşüncənin gerçək olduğunu göstərmək üçün bizə heç bir zəmin yaratmır. 5-ci və bu videoda səsləndirdiyim sonuncu məntiqi və fikir yürütmə xətası saman adam səfsətəsidir. Saman adam səfsətəsi nədir? Mən bir iddia səsləndirirəm və qarşı tərəf bu arqumenti müəyyən qədər izah edir və daha sonra bu arqumenti fərqli bir arqumentlə izah edərək həmin arqumenti çürüdür və sanki mənim arqumentimi çürütmüş olur. Qarşı gəlsə bir qədər izah edim. Tutaq ki, mən iddia edirəm ki, mən Tanrının varlığını qəbul etmirəm və Tanrının varlığını qəbul etməmə səbəbim şər arqumentidir. Qarşı tərəf ateizm haqqında müəyyən qədər arqumentlər səsləndirir və mövzunu başqa səmtə çəkir və o çəkdiyi səmtdə, yəni istifadə etdiyi arqumenti xətalı çıxarır və sanki sonda mənim arqumentimi xətalı çıxarırmış kimi olur. Buna da saman adam səfsətəsi deyilir. Yəni arqument mənim deyil, amma özünün çıxartdığı, yəni o saman adamdan qurduğu iddianı çürüdərək sanki mənim arqumentimi çürütmüş olur. Bu videoda sadəcə 5 səfsətədən danışdım. Təbii ki, səfsətələrin sayını artırmaq olar, amma bir videoda bunu çoxaldıb sizi sıxmaq istəmədim. Növbəti videolarda və yaxud da əgər istəyirsinizsə, daha başqa fikir yürütmə xətalarından və ya məntiqdə hansı üsullardan və hansı fikir yürütmə üsullarından, təbii ki, burada xətalar dedik, amma doğru fikir yürütmə üsulları da var. Bunları görmək istəyirsinizsə, şərhlərdə qeyd edə bilərsiniz və yaxud da daha başqa bir mövzu istəkləriniz varsa, sosial şəbəkə hesablarına və yaxud da bu videonun altına şərhlərdə qeyd edə bilərsiniz.